Еще раз добрый вечер. Поздравляю Карабах с победой, конечно. Но хочу поблагодарить моих футболистов за такую борьбу, за такую самоотверженную игру. Вот, они молодцы, очень здорово. Они показали характер. Да, все до этого говорили, что вот как бы была, что атакуют, но вот там проблема с защитой. Мы сегодня показали, что защитой можно тоже очень хорошо играть. Я еще раз благодарю футболистов за хорошую работу. Играть 93 минуты 10 против Карабаха. Пару моментов еще создать на контре. Так, здорово играть в обороне. Не только самоотверженность, и тактически хорошо стоять. Тактически, особенно после первого тайма. Кое-что коррективы сделали, и они очень здорово стояли. Спасибо за это нашим футболистам. Карабаху, естественно, желаем, ребята, это самая главная игра сейчас, 30-го. Я думаю, что этой игрой они могут обеспечить себя плей-офф игру. Так что мы все болеем за них и пожелаем удачи. Əvvəlcə Qarabağa qələbə münasibətilə təbrik etmək istəyirəm və öz futbolçularıma əlbəttə ki, təşəkkür edirəm. Mübariz oyun göstərdilər və ən əsasında xarakter göstərdi. Bütün futbolçular buna qədər hamı vurğulayırdı ki, Qəbələnin hücum xətti yaxşıdır, amma müdafiədə problemlər var. Gol buraxırlar, amma bugünkü oyun göstərdi ki, bizim komanda müdafiə olunmağı da bacarır, yəni pis müdafiə olunmur. Çünki oyunun əvvəlində Qarabağ kimi rəqibə qarşı qırmızı vərəqə aldıq və 90 dəqiqə demək olar ki, azlıqda oynadıq, amma buna baxmayaraq çox düzgün oyun oynadılar futbolçular, taktiki baxımdan da düzgün oynadılar. Bir daha futbolçularıma buna görə təşəkkür edirəm. Qarabağa isə qarşıda vacib oyunu var Çempionlar Liqasında. Uğurlar arzu edirəm və bu oyunda Qarabağ qalib gələrək demək olar ki, UEFA vəsiqəni də. Еще одно очень важный момент сегодня, то, что у нас еще один местный молодой футболист вышел в игру на Премьер-лигу. Давайте поздравим его и пожелаем ему удачи. Və daha bir vacib məqamda qeyd etdim ki, bugün bizim daha bir futbolçumuz Premier Liqada debüt etdi. Artıq bu mövsüm səhv etməmsə debüt edənlərin sayı 5-ə çatdı yerli oyuncuların və onu da təbrik edək Premier Liqada ilk oyuna çıxması münasibətilə. Кого ожидали, вы все знаете, что получится. Нету ничего. Кого ожидали, его бедного в армию отправили. Sual onunla bağlıdır ki, qapıçı transferi və qeyd etdi ki, hələ ki bir şey yoxdur. Qapıçı gözləyirdik. Başına gələnləri hamınız bilirsiniz. Orada yapardılar. Söhbət. Нет никакой. Ведь он ребенок, ребята. Ведь он совсем ребенок. Совсем ребенок плачет, еще не можем его успокоить. Нет, конечно. Нет. У него большие были эмоции вначале. Да. Ну и подскользнулся. Просто тут, не знаю, сложно сказать, понимаете, и не то, что претензии. Однозначно на второй минуте судья закончил игру. Я думаю, что для Карабаха тоже было бы хорошо сыграть 1-11, потому что у них такая игра. Но я не могу ничего не говорить, дай бог всем своему как. Я, например, в этих моментах, когда видно, что человек это не специально, однозначно, если вы знаете, совсем молодой парень. Может, конечно, это случайно, и неопытность, и подскользнулся чуть-чуть. Есть моменты, которые можно его как бы... Вот английские рефери, это вот все, они по-другому это воспринимают, понимаете? Они все включают там, а тут прямо там, ну, не знаю, нечего разбираться. Сами разберутся. Ну, конечно, мне жалко его. Самое главное, чтобы он как его переживет. Он сейчас и чувствует себя виноватым, понимаете? И
Его надо наоборот поддержать. И будем поддерживать 100%. Bizim Prince Oğuz elə heç bir yardımcı olmayacaq, çünki çox gəncdir və indi də özünü çox pis hiss edir, hətta ağlayırdı, paltar dəyişmə ilə sakitləşdirə bilmirdik. Yəni həmin epizodda da qəsdən qayda pozuntusu yox idi, sadəcə sürüşdü və ona görə də qaydanı pozuldu. Çətindir belə epizodlarda futbolçuya da nəsə irad bildirmək. Həm də oyunun əvvəlində artıq 3-cü saniyə idi deyəsən qırmızı vərəqə aldı və demək olar ki, oyun başa çatmış kimi oldu. Yaxşı olardı ki, əlbəttə Qarabağın özü üçün də bəlkə də yaxşı olardı ki, belə bir vacib oyundan öncə 11-in 11-ə oynasınlar bizə qarşı. Yenə deyirəm, qəsdən oynamadı orada. Tam təsadüfi oldu. Ümumiyyətlə, hakimlər, məsələn, baxır, bəzi hakimlər İngiltərədə, məsələn, belə epizodlarda mənə elə gəlir ki, heç də o dəqiqə qırmızı vərəqə vermirlər. Yəni, oyunun əvvəlində bu cür qırmızı almaq biraz çətindir, nəsə bağlı şərh vermək. Qəbələdən bu mövsüm hansı nəticəni gözləyirsiniz? Мы будем в каждой игре биться. И главное, чтобы у нас есть задача сохранить себя в премьер-лигу. Я уверен, что наша команда. Biz hər oyunda döyüşəcəyik və əlbəttə ki, bizim məqsədimiz var. Məqsədimiz mən inanıram ki, biz məqsədimizdən gəlməyəcəyik. Bərəqəli olsun. Belə oyunlarda əvvəlcədən belə senariyo hazır olur. Qırmızı vərəqədə bizim nəticə. Не отметили. Но не на второй минуте. Ну да, ну это всегда так. Но мне там перестроится что-то. Понимаете, что там футболист. Тем более нападающий, когда уходит нападающий, там легче перестроиться. Понимаете? Там нападающий. Когда защитник, то тогда трудно. Там надо замену может сделать. То есть, а здесь полегче стало. Мы стояли 3-2. И все, нападающий ушел и начали играть 5-3. Там это легче. Легко было. Легко. Ну, конечно, я благодарен моим футболистам, что с такой командой. Карабах это очень высокий уровень, особенно сейчас. Они очень высокий. Но я думаю, что мы достойно себя показали. Мы достойно себя показали. Я очень рад. Я очень рад за моих футболистов, что они вот так уверенно. Ну, жаль, что второй мяч, конечно, нельзя так и до конца надо. Доработали чуть-чуть, к сожалению. Это обидно стало. А так, что я благодарен однозначно. Здорово работает. Tam olaraq qeyd etdik, amma ikinci dəqiqədə yoxdur. İkinci dəqiqədə artıq məşqçinin B planı bir qədər alınmır. Amma əsasən qırmızı vərəqə ilə bağlı onu qeyd etmək olar ki, hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq, yenidən oyunu dəyişmək daha asan olur və biz də müdafiəçi çıxanda gərək bəzən dəyişiklik edəsən, oyunu yenidən qurmaq bir qədər çətinləşir. Biz də dəyişdik daxildə və 5-3-1 oynamağa başladıq. Bir daha vurğulayıram ki, futbolçularıma təşəkkür edirəm. Belə bir komandaya qarşı, Qarabağ komanda fərqli səviyyənin bir komandasıdır. Belə bir komandaya qarşı biz özümüzü çox yaxşı tərəfdən göstərdik. Əlbəttə təəssüf edirik ki, ikinci qolu buraxdıq, sona qədər mübarizə aparmalıydıq. Ani diqqətsizlik ikinci qolun buraxılması ilə nəticələndi. Amma ümumilikdə yenə deyirəm, futbolçularımızdan razıyıq. Onlar sonra mübarizə apardılar. Başqa sual yoxdur ki. Спасибо.